Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün çiyələk mürəbbəsi hazırlayırıq. Əvvəlcə meyvələri yaxşıca yuyuruq. Bir qədər gözləyirik, suyu çəkilir. Sonra saplaqlarını təmizləyirik. Bütün mürəbbələri hazırlayan zaman ilk öncə çalışmaq lazımdır ki, meyvələr eyni ölçüdə olsun, eyni yetkinlikdə olsun. Bu zaman mürəbbə çox gözəl, həm görünüşü gözəl olur, həm də keyfiyyəti gözəl olur. Biz burada çiyələklərin saplağını təmizləyən zaman bir qədər yetkin və yaxud bir qədər tam qızarmamış çiyələkləri başqa qaba yığırıq. Yəni mürəbbə üçün bir-birinə uyğun çiyələkləri seçirik. Çiyələk təkcə dadlı deyil, həm də faydalıdır. C vitamini ilə zəngindir. Bədəndə sərbəst radikallarla mübarizə aparır və immun sistemini gücləndirir. Damarları qoruyur, ürək-damar xəstəlikləri riskini azaldır. Uzmanların dediyinə görə çiyələk ürəyə daha çox faydalıdır. Hətta çiyələyin forması da ürəyə bənzədilir. Ona görə ürəyə çox faydalı olması bildirilir. Qanı təmizləyir, qan şəkərini tənzimləyir. C vitamini sayəsində kollagen sintezini artırır, dərini daha parlaq və gənc saxlayır. Liflə zəngin olduğu üçün bağırsaqlara çox faydası var. Ağızdakı bakteriyaların artımının qarşısını alır, diş ətinə faydalıdır. Çiyələyin bundan başqa daha neçə faydası var. Eyni zamanda dadlı, görünüşü də gözəldir, özü də gözəldir. Yaxşı mürəbbəsi, komfortu və cemi alınır. Kanalımızda çiyələk cemi videosu da mövcuddur. Yəni istəsəniz onunla da maraqlana bilərsiniz. Biz çiyələkləri bu cür təmizlədik. Bizdə təmiz çiyələk 2 kiloqram oldu. Çiyələyi bəzən üzərinə şəkər tozu əlavə edilir. Axşamdan səhərə və yaxud 5-6 saat gözlədilərək şirəsini buraxır və bu cürdə mürəbbəsini hazırlayırlar. Biz bugün mürəbbəni şərbətlə hazırlayırıq. Ancaq şəkər tozundan birazca, yəni 200-300 qram hələlik çiyələyin üzərinə səpirik. Sonra qazana 1 kiloqrama qədər şəkər tozu əlavə edirik. Üzərinə yarı stəkana qədər su əlavə edirik. Eyni ilə gilanar mürəbbəsində olduğu kimi şəkər əriyən zaman çiyələkləri bura əlavə edirik. Zəif odda qaynamağını gözləyirik. Qaynara düşən zaman qalan şəkər tozunu da bura əlavə edirik. Çiyələk suyunu buraxdıqdan sonra buradan 1 stəkana qədər çiyələyin şirəsindən, yəni bu sudan 1 stəkana qədər götürürük. Yəni şərbət hazırlayandakı su əlavə etmişdik. Elə bil onun əvəzində 2 o qədər su götürürük və yenidən qaynamağa başlayır. Bu şəkildə qaynara düşdükdən sonra qazanın altını cür edirik və mürəbbə cür odda bişir. Çiyələk də gilanar kimi bir dəfə bişirilir və qaynadıqdan sonra cür odda bişir. Çiyələyi 15-16 dəqiqəyə bişirib hazır edirik. Yəni artıq qaynasa yarım saat, 40 dəqiqə bəzən belə bişirirlər. Bu qədər qaynayan mürəbbə rəngini itirir, bir qədər rəngi tünd olur. Və yanında dururuq, əmələ gələn köpükləri yığırıq, ehtiyatla qarışdırırıq, kənardaşları ortaya gətiririk və çalışırıq ki, bütün meyvələr qaynama prosesində iştirak eləsin. Artıq bu cür halda bişdiyini görürük. Meyvələrin içərisinə şirə dolub o şəkildə qaynayır. Yəni bütün bu əlamətlər mürəbbənin hazır olmasının yaxınlaşdığını göstərir. Hazır olmasına az qalmış. Bura qaşığın ucunda limon duzu,
və yaxud yarı limonun suyunu da əlavə etmək olar. Bunu edən zaman mürəbbə daha parlaq, şəffaf olur, eyni zamanda qətiləşmə prosesində qarşısını alır. Artıq bizim mürəbbəmiz hazırdır. Biz iləyənin altını söndürürük və elə isti-isti o tərəf bu tərəfə silkələyirik. Köpüklər mərkəzə yığılır. Əvvəlcə qaşıqla, sonra isə mətbəx salfeti ilə biz köpükləri yığırıq. Təmiz halda, yəni mürəbbə soymağa başlayır. Çiyələk mürəbbəsini bankalara soyuq ikən yığmaq məsləhətdir. Bizim bugünkü çiyələk mürəbbəmiz bu cür alındı. Videonu bəyəndinizsə bəyən düyməsinə sıxın və yeni videoları görmək üçün kanalımıza abunə olun. Siz də bu üsulla belə gözəl mürəbbə hazırlayın və hazırladığınız bütün nemətləri sağlıqla istifadə edin inşallah. Videomuz başa çatdı. Sağ olun. Yeni videolarda görüşənədək.